Pensiya yaşı 3 il artırılır. Mayın 12-dən qərar veriləcək. Milli Məclisdə millət vəkillərinin əmək haqqı durmadan artır. İndi inşallah da tətil gəlir də, yay ayları gəlir. Onların istirahəti üçün də yüksək paralar ayrılacaq ki, onlar dincələ bilsin. Mən düşünürəm ki, sosial müavinətlər və pensiyalarda da artım olacaq inşallah, amma qoy görək, niyə yenə də pensiya yaşı 3 il artırılır? 1962-ci il təvəllüdlü kişilər pensiyalarını yalnız 2006-cı ildə ala biləcəklər. 1967-ci il təvəllüdlü qadınlar isə əvvəllər gözləniləndən 3 il artıq gözləməli olacaqlar. Eşidirsiniz? Konkret.az News 24-də istinadən xəbər verir ki, 1970-ci illərdə doğulanlar üçün pensiya daha da gecikir. 2030-cu illərə yaxınlaşır. Bununla belə bir şəxsin uzun müddət əmək stajı varsa daha tez pensiyaya çıxmaq mümkündür. 42 il işləyən kişilərin 65 deyil, 60 yaşında pensiyaya çıxma hüququ var. 37 il iş stajı olan qadınlar 60 deyil, 55 yaşında pensiyaya çıxa bilərlər. Ümumiyyətlə insanın səhhəti imkan verirmi 40-45, 50 il çalışmağa? Təhlükəli iş şəraitində işləyənlər üçün güzəştli şərtlər var. Məsələn, mədənçilər, metalurqlar, yük maşını sürücüləri, onlar lazımi xüsusi iş stajına malik olmaq şərti ilə 45-50 yaş arasında pensiya çıxa bilərlər. Amma bəzən də ürək açıcı fikirlər, təkliflər olur.